Bugün Xəzər Lənkəran adı gələndə Zaur Ramazanov nə hisslər keçirir? Vallahi mən istəyirəm Xəzər Lənkəranda futbol olmalı. Nəyə görə? Çünki orada idmanı sevirlər. Vallahi həm də başa düşürlər. Futbolu da başa düşürlər. Bizə keçən səfər mən getmişdim o stadiona. Vallahi ürəyim ağrıtdı o stadiona. Baxırsan skameykaların biri var, 5-i yoxdur. Amma adam xatırlayır ki, orada cəmaət, yəni Baleşiklar necə gəlirdilər, yığılışırdılar. Elə şeylərə baxsan, Xəzər Lənkəran olmadısı çempionatdır. Mənə elə gəlir çempionatın yaraşığı da olmur. O oyunlar şeylə oynayırlar. 3-cü liqada ya 2-ci liqada oynayırlar. Aşağı dəstələrdə. Aşağı dəstələrdə. Baxırdın 7-8 min adam gəlmişdi. Boş oldu. Bizdə derbiyə 5 liqada. Səhv etmirəmsə, Xan Lənkəran olmalıdır ad. Deyəsən ha, Xan Lənkəran. Yəni biz keçən dəfə danışdıq, üzr istəyirəm. 5000 adam gəlmişdi Azərbaycan derbisinə. Tam 5000 də deyil. Tam 5000 də deyil. Qarabağ Neftçi oyununa 4600 neçə olmalı. Yəni 5000-ə yaxın. Yəni Sən necə dedin Lənkəranın yerdə məşqini necə izləyirdi olmamalı. Bax bu cür yerdə niyə görə olmalıdır da, yəni niyə olmamalıdır demək istəyirəm. Xəzər Lənkəran məşqlərini nə qədər azarkeş gəlib izləyirdi? Vallahi heç Azərbaycan çempionatına oradan gəlmir. Hardasa deyim də 2000, 1500. Hətta daha çox olanlar Hələ vaxt olurdu ki, məsələn gördüm daha içəri buraxmırdılar. Zaborun arxasında da gördüm ki, qışqırırdılar. Səslərini eşidirdin də orada. Hələ 5000 də olub, 3000 də olub. Yəni stabil olaraq hər dəfə 1000-1500 nəfər gəlib baxırdılar. Çox gözəl günlər idi, gözəl anlar idi və bunları xatırlamaq. Həmin yerdə niyə olmamalıdır? Bəli. Olmalıdır da orada. İndi nə tərsə onun stadionu düzəltmək lazımdır. Yəni orada özdə yaxşı uşaqlar da var. Mən baxmışam o 15-16 yaşında uşaqlar. Orada məşqlər keçirlər. İki qardaşlar var. Mən tanış. O iki qardaşlar özlərinə orada deyirsən məktəb açıblar, futbol məktəbi. Nə gözəl. Orada Şəxsi təşəbbüsdür də belə deyək. orada yaxşı uşaqlar. Məsəl üçün Qarabağın hücumçusu Nəriman. O iki qardaşlar. Toral da həmçinin səhv etmirəmsə. O iki qardaşlar onlar yetişdi. Yəni şey də var, ocaq da var. Yəni futbola maraq da var, istək də var, hər şey var. Mənə elə gəlir ki, orada futbolumuz olsa yaxşı olur. Ümid edirik, biz də olacaq. inanırıq ki, nə vaxtsa yenidən Lənkəran böyük futbol qayıdacaq və yenidən o atmosfer, o abu hava Lənkəran stadionunda yaşanacaq.